Hücumlardır. Ona göre ki burada mülki əhali məhv olur. Haqsız hücumlar da ona görə ki, mülki infrastruktura zərbələr endirilir. Mən bunu qınaq edirəm. Mülki əhali bundan ziyan çəkir. Bu haqsızdır. Bu tərəfi haqsızdır. Amma onda sizin sualınıza belə bir tamaşaçılara edək ki, Sibirdə olan bazaların vurulması, Rusiyanın dəyərində olan 100 milyardlarla dollar olan mərmilərlə, raket sistemləri ilə məhdudlaşdıran Rusiya nə etməlidir? Rusiya bir gündə gözünü açacaq ki, onun Kreml və digər strateji hədəfləri Amerika, İngiltərə, elə də Almaniya və Fransa tərəfindən vurulur. Və nə dəyişəcək? Baxın, bizi dinləyənlər söyləyə bilər ki, bundan Azərbaycana nə kimi bir fayda var və yaxud fayda yoxdur. Sizcə Rusiya öz mövqeyini itirsə, Cənubi Qafqaz prosesində Fransa və onun havadarları hansı mövqeyi tutacaq? Məsələ bundadır. Biz onu başa düşməliyik ki, güc balansının dəyişilməsi, baxın, indi bizə aydın olur ki, Trump nə üçün Səudiyyə Ərəbistandan milyardlarla dollar pul götürdü? Trumpa sadəcə olaraq vaxt qazanmaq lazım idi, Putini oyalamaq lazım idi. Nə dəyişdi? Trumpın mövqeyində Ukrayna sülh müqaviləsinə və yaxud atəşkəs müqaviləsinə oturacaqdı. Artıq Rusiya ilə Ukrayna oturacaq. Çünki Ukrayna dəstək görmədiyi halda məcbur idi ki, atəşkəs dayandırsın. Amma indi biz nə görürük? Yəni, dünya tarixi, hərb tarixində bunu ermənilər tətbiq eləmişdi. Biz atəşkəs keçirdəndə yararların çıxarılmasına bağlı zərbələrin endirilməsi və təxribatları artırdılar. Dünya tarixində sülh danışıqlarına masaya oturan iki dövlətin eyni zamanda hədəflərə və dərinliklərinə zərbələr endirilmir. Ən azı danışıqlar gözlənilir. Bu o deməkdir ki, sülh olmayacaqdır. Baxmayaraq ki, Rusiya prezidentinin də dünənki gündə açıqlamaları oldu ki, biz qismən sülhün yaradılmasına və s. Ukrayna danışıqlarının gedilməsinə razıyıq və s. və s. Elə deyil. Artıq o da dayanmayacaq. Onun 6 ay çıxışında söylədi ki, Bundestagı Sovet qoşunları aldı. İndi dəyişən heç bir şey yoxdur. Və Almaniya kanslerinin sərt mövqeyi ki, Ukraynanın dəstəkləməsi ilə Trumpla danışığı var. O qeyd edir ki, mən Trumpı inandırdım ki, ən strateji dərinliklərdə vurulan hədəflərin vurulması üçün Ukrayna silahlar verilməlidir. Baxın, Biden hakimiyyətinin seçki dönəmində Amerika istehsalı olan silahların Ukrayna tərəfindən Rusiya işlədilməsi danışıqlarda icazə verilmirdi. Amma artıq Ukrayna istər Almaniyanın, istər Fransanın, istər Amerikanın silahlarını Rusiyaya qarşı tətbiq edir. Fərq ondadır ki, tətiyi çəkənlər belə deyirlər. Yəni, tətiyi çəkənlər Ukraynalılardır. Axı, onun təlimatçıları da kənardan gələnlərdir. Məsələ çox ciddi bir sferada davam edir. Bu 3-cü Dünya Savaşının başlanması deməkdir. Bu o zaman dayandırılacaq ki, bu o zaman duracaq ki, o da qismən durmayacaq. Çünki Amerika artıq Avropanın arxasındadır. Baxmayaq ki, əvvəllər belə qeyd edilmirdi. Zelenski 3-cü Dünya müharibəsində ittiham olunurdu. Amma artıq Trump da Rusiyaya qarşı bir cəbhə tutmağa maraqlıdır və 9 may Rusiya prezidentinin açıqlaması onları belə desək acıqlandırdı və artıq Rusiyaya qarşı bir koalisiya birləşib. Və Avropa, Almaniya, Fransa, Amerika, İngiltərə bütün silah sursatı, eləcə də digər Avropa ölkələri silah sursatı ilə Ukraynada Rusiyaya qarşı öz mücadeləsini aparacaq.